Salam əziz tələbələr, bu video izahda mən sizlərə müxtəlif qəbul imtahanlarında, müxtəlif belə deyək, sınaq imtahanlarında da istifadə olunmuş bir xüsusi bir test nümunəsini izahını edəcəm və sualımız belədir ki, böyük üçbucağa əmələ gətirən kiçik üçbucaqların sayını tapmaq. Yəni neçə dənə orada kiçik üçbucaq var, müxtəlif ölçülü. Tərəfi 1-in 1-ə olan, tərəfi 2-nin 2-yə, 3-ün 3-ə, 4-ün 4-ə və s. və s. Və bu sualı izah etməkdə əsas məqsədim nədən ibarətdir? Son günlər mənə tələbələrim müəyyən sosial şəbəkələr üzərindən bu sualın izahı ilə bağlı, yəni yeni sual tipi kimi mənə yönəltdilər ki, bəs müəllim bunun izahı necədir, necə tapırıq, necə sayırıq? Bir neçə video izah da göndərmişdilər. Açığı mən o video izahların bəzilərini incələdim, gördüm ki, orada yəni izah olunan qayda bütün bu formatda olan tiplərin hamısına şamil olunmur. Fikir versək yoldaşlar, burada üçbucağı əmələ gətirən kiçik üçbucaqlar həm yuxarı istiqamətlənmiş, həm də aşağı istiqamətlənmiş kiçik ölçülü üçbucaqlardan əmələ gəlir və bir piramid əmələ gətirir. Və piramidamızda gördüyünüz kimi, məsələn, hal-hazırki bu sualımızda 5 mərtəbədən, yəni 5 üzəri üst-üstə yığılmış 5 mərtəbədən ibarətdir. Və həmin o göndərilən tələbələrin mənə yönəltdiyi o linklərdə izah olunan qayda mərtəbələrin sayı cüt olan hallar üçün ödənilir. Amma orada izahda bütün tiplər üçün bu qeyd olunur ki, bütün tiplərə şamil edə bilərsiniz. Amma mən yoxladım, gördüm ki, alınmır. Ona görə də mən sizə bu günləri bu qaydanın daha təkmil versiyasını izah edəcəm ki, nəinki tək mərtəbə, cüt mərtəbə bütün hallar üçün ödənilir. Ancaq yenə də qeyd edirəm, bu xüsusi formatlı testlər üçündür. Yəni sırf bu formatda olarsa, bu tipdə olarsa, yəni düzünə və tərsinə istiqamətdə yığılmış kiçik ölçülü üçbucaqların piramida şəklində yığılması şəklində, yəni yığılması ilə alınan böyük üçbucaqdakı o fiqurların sayılması ilə bağlıdır. Məsələn, burada bir fərqli bir format olsaydı, deyəlim bunun ortasından mən əlavə bir dənə xətt artırmaqla bu qaydanı artıq, məsələn, bu fiqura, indi deyəcəyim qaydanı bu fiqura tətbiq edə bilməliyik, çünki artıq burada məcbur şəkildə başqa bir üsul tətbiq etməliyik və yaxud da ki, sadəcə olaraq saymalıyıq. İndi saymaq demişkən, bəzi tələbələr var ki, diqqətlidirlər, imtahanda heç ona bu qaydanı demək, yəni tətbiq eləməyə ehtiyacı qalmır. Sadəcə olaraq buradakı əmələ gətirən kiçik üçbucaqları saya bilirlər. Amma bu qayda nə üçün bizə lazımdır? Qayda əlbəttə ki, imtahanda test nümunəsini cavablandıran zaman daha operativ, yəni daha qısa zaman müddətində və eyni zamanda daha dəqiq hesablamamız üçün lazımdır. Çünki, məsələn, biz kurslar üsulundan, yəni natural qayda ilə sayası olsaq, burada tərəfi 1-in 1-ə olan üçbucaqları saymalıyıq, həm yuxarı istiqamətdə, həm aşağı istiqamətdə. Sonra tərəfi 2-in 2-yə olan üçbucaqları saymalıyıq, həm yuxarı, həm aşağı. Tərəfi 3-ün 3-ə, 4-ün 4-ə və s. Bunları hamısını saymalıyıq. Əlbəttə ki, orada biz bir balaca diqqətsizlik eləsək, imtahanı həyəcanı və s. və cavabımızı da yanlış ala bilərik. Bəs bunu necə sayırıq? Diqqətlə fikir versəz, böyük fiquru əmələ gətirən üçbucaqlar ağzı yuxarı, yəni əvvəldə də qeyd etdim, ağzı yuxarı və ağzı aşağı istiqamətlənmiş üçbucaqlardan əmələ gəlir. Və burada aşağıdakı sırada da, iki sırada da göstərmişəm. Yaşıl üçbucaqlar ağzı yuxarı üçbucaqların sayını göstərmək üçündür. Qırmızı üçbucaqlar isə aşağıda göstərdiyim, yəni yaşılların içərisindən çıxartdığım, ümumilərin içərisindən çıxartmışam, aşağıda vermişəm. Və onlar isə aşağı istiqamətlənmiş, yəni qırmızılar bu üçbucaqların sayını göstərir. İndi bəs, mərtəbələrin sayı artdıqca hər mərtəbədə olan eyni istiqamətli üçbucaqların sayı necə tapılır? Açıqçası vurğulayıram, eyni istiqamətli üçbucaqların sayı. Məsələn, bunun üçün belə bir düsturumuz var. N vurulsun, N artı 1, yəni üzərinə gəlirik 1, bölürük 2-yə. Bu düsturumuzdur. Yəni, bu nəyə bizə göstərir? Eyni istiqamətdə olan fiqurların sayı. Yəni, üçbucaqların sayı. Fiqurların sayı. Onu bizə göstərir və bu düsturla belə tapa bilərik. Məsələn, bizdə 5 dənə mərtəbə varsa, əlbəttə ki, 1-dən 5-ə qədər n-in qiymətlərini yerinə qoyub, eyni istiqamətdə olan üçbucaqların sayını tapa bilərik. Onda belə çıxır ki, məsələn, burada bir mərtəbə varsa, burada olan üçbucağın sayı n yerinə qoysaq, eləyəcək 1. Buradakı üçbucaqların sayı isə n-in yerinə artıq 2 qoymalıyıq. O zaman 2 vurulsun 3 bölü 2, nəticə eləyir 3. Burada olacaq, həmən düsturunu hesablasaq, olacaq 6. Burada olacaq 10. Burada olacaq 15. Burada olacaq 21. Söhbət yenə deyirəm, eyni istiqamətdə olanların sayıdır. Yəni, məsələn, burada yuxarıda yazdıqlarım hamısı ağzı yuxarı, yəni yaşıl üçbucaqların sayıdır. Analoji qayda ilə biz qırmızı üçbucaqlarında sayını saya bilərik. Amma burada bir dənə məqam var. Bunu əlbəttə ki, düstursuz başqa bir qayda ilə də həll etmək olar. Nədir onun qaydası? Yəni, düstur yadınızda qalmışsa, belə də yaza bilərsiniz. Yazıram, yenə də 5 mərtəbə olduğuna görə 1, 2, 3, 4, 5,
6 olsa və s. bunu artırır da girə bilərsiniz. İndi baxırıq. Deməli, bir mərtəbəlilərdə, yəni bir mərtəbə olanda birin qarşısına yazırıq 1. Çünki yuxarı istiqamətdə sadəcə yəni bir mərtəbə olarsa yuxarı istiqamətlənmiş bir dənə üçbucaq var. 2 mərtəbə olarsa, 2 mərtəbəlilərdə isə artıq nə var yoldaşlar? Həm yuxarı istiqamətlənmiş, həm də aşağı istiqamətlənmiş üçbucaqlar var və bunun sayını tapmaq üçün ayrıca tapmalıyıq. Yəni həm yuxarı istiqamətlənmişə bir baxmalıyıq, həm də aşağı istiqamətlənmişə. Amma biz eyni istiqamətlərin sayını tapırıq hələ ki. Yəni bu yuxarıda yazdığım ədədlər 1, 3, 6. Yəni başqa qayda ilə necə yazılır? Gördüyünüz kimi yuxarı istiqamətlənmişlərdən ikisi aşağıdır. Yəni ikisi birinci mərtəbədə yerləşir, biri də ikinci mərtəbədə yerləşir. Deməli onda belə çıxır ki, birinci ilə ikincilərin cəmi. Yəni birinci mərtəbədə bir dənə üçbucaq var, ikinci mərtəbədə 2 dənə və bunları toplayırıq. 1 ilə 2-nin cəmi qarşısına yazırıq 3. 3 mərtəbəlilərə olduqda isə nədir yoldaşlar? Baxın, əlavə olaraq birinci mərtəbədə burada, sonra ikinci mərtəbəlilərin və birinci mərtəbəlilərin cəmi. Zaten mən ikinci və birinci mərtəbənin cəmini bura yazmışdımsa, o zaman üçüncü mərtəbədəkilərin də sayının üzərinə gəlsəm, yəni 3 ilə 3-ün cəmi bura 6 yaza bilərəm. Eyni qayda ilə indi 6 ilə 4-ü toplayıb bura qarşısına 10 yaza bilərsiniz və daha sonra 5-ci mərtəbəni tapmaq üçün 10 ilə 5-i toplayıb bura qarşısına 15 yaza bilərsiniz. Ya bunu belə qayda ilə yadda saxlayırsınız, ya da ki, bu düsturla yerinə qoyub hesablaya bilərsiniz. Mən düşünürəm ki, düstur daha effektivdir. Yəni, sadədə bir düsturdur. Amma qeyd elədik ki, bu ədədlər, hansı ki, mənim bura yazdığım ədədlər və yaxud da ki, bu formatda yazdığım ədədlər də nəyi verir bizə? Yuxarı istiqamətlənmiş üçbucaqların sayını verir. Və eyni zamanda biz dedik ki, nədir? Aşağı istiqamətlənmiş üçbucaqlar da var. Həmin bu üçbucaqların sayını saymalıyıq. İndi diqqətlə fikir versəz yoldaşlar, aşağı istiqamətlənmiş üçbucaqlar isə bir balaca fərqlilikləri var. Aşağıdakı mən bu verdiyim bax bu qırmızılar isə dediyimiz kimi aşağı istiqamətlənmişlərin şəklidir. Və sual ola bilər ki, müəllim, bəs bunların formatı ona uyğun gəlmir axı. Mən bunların sadəcə yerini dəyişdirmişəm. Yəni bax burada bu yuxarıdakı üçbucağı sürüşdürüb qoymuşam bunun aşağısına, olur bu formatda bir üçbucaq. Həmçinin buradakılar da olsun, mərtəbə şəkildə piramida olsun deyənə bu iki dənələri sürüşdürüb rəngi dəyişək. Bu iki dənələri sürüşdürüb bunun aşağısına qoymuşam. Bunu da sürüşdürüb burasına qoymuşam və olub bu formatda. Digərləri də həmin qayda ilə. Deməli, belə çıxır ki, yoldaşlar, aşağı istiqamətlənmiş üçbucaqların sayı isə yuxarı istiqamətlənmiş üçbucaqların sayından bir mərtəbə vahid az olur. Həmişə bir olur, gördüyünüz kimi. Baxın, bir mərtəbədir, burada yoxdur. 0. Aşağı istiqamətlənmiş 0 mərtəbə var. Bu 2 mərtəbəlidir, gördüyünüz kimi yaşıllar, amma qırmızı 1 mərtəbədir. Sonra 3 mərtəbəli olanda qırmızıların sayı 2-dir və s. və s. Və gördüyünüz kimi aşağı istiqamətlənmiş üçbucaqların sayı isə bir addım sola sürüşdürmə ilə yazılır. Bir addım azalma ilə gedir. Məsələn, baxın burada bu 6 mərtəbə idi, bu 5 mərtəbədir. Bu 5 mərtəbədir, bu 4 mərtəbədir. Bu 4 mərtəbə, bu 3 mərtəbə. Görürsünüz, bir addım sağa sürüşdürmə. Onda belə çıxır ki, yenə də düsturumuzu tətbiq eləsə, aşağı istiqamətlənmiş üçbucaqların sayı yenə də eyni düsturla hesablasaq, onda olacaq burada 1, burada olacaq 3, burada olacaq 6, burada olacaq 10, burada olacaq 15. Yəni bir mərtəbə sağa sürüşdürürəm. Daha artıq 21-i yazmağa ehtiyac yoxdur, çünki orada heç nə yoxdur. İndi buradakı ədədlərdə nəyi götürürük, nəyə götürmürük? Baxırıq yoldaşlar. Diqqətlə fikir versəz, burada zaten üçbucaq yoxdur. Deməli, bu bizə lazımsızdır. Aşağı istiqamətlənmiş üçbucaq yoxdur. Bu bizə lazımsızdır. Amma burada isə artıq aşağı istiqamətlənmiş üçbucaq var. Birin birə. Yəni bir dənə üçbucaq var ki, aşağı istiqamətlənmiş. Deməli, mən bunu istifadə eləməliyəm. Burada isə üçbucaq var. Amma burada olan üçbucaqlar tərəfi birin birə olduğuna görə, mən bunu artıq bir əvvəlkində saymışam deyənə, mənə lazımsızdır bu. Bu mənə işimə yaramır. Çünki zaten mən onu bu əvvəlkilərin sayı vasitəsilə saya bilərəm deyə, burada artıq ikinci dəfə saymağım artıq cavab çıxardacaq. Ona görə bu mənə lazımsızdır. Silirəm bunu. Keçdik burada. Bu isə mənə lazımdır, çünki fərqli bir üçbucaq yarada bilir. Ağız aşağı 2-nin 2-yə üçbucaq yarada bilir, gördüyünüz kimi. Birin birə yarada, zaten birin birə əvvəlkində saya bilirdik. Fərqli yarada biləcək üçbucaq 2-nin 2-yə olduğuna görə bu mənə lazımdır. Keçirəm bu birisinə baxıram. Bu birisinə baxıram ki, bu mənə fərqli bir üçbucaq vermir. Yəni verə biləcəyi birin birədir. Bunu əvvəlkində götürmüşdük buradan. Bir də verə biləcəyi ağız aşağı istiqamətdə 2-nin 2-yədir. Bunu da burada götürmüşəm. 3-ün 3-əni verə bilmədiyinə görə nədir? Bu mənim işimizə yaramır. Keçirəm burada. Burada birin birə var, 2-nin 2-yə var. Aha, əlavə çıxan nədir? 3-ün 3-ə yarada bilir deyənə. Deməli, buradakı say da mənim işimə yarayacaq. Vəssalam, artıq buradakı göstərilən ədədləri toplayırıq.
Deməli, zaten yuxarıda göstərdiyim ədədlərin mən bunların hamısını toplamalıyam. Niyə? Çünki yuxarı istiqamətlərin sayını göstərir bu. Toplasaq neçə olacaq? 1, 3, 6, 10, 20, 35, üstünə də 21 gələndə olur 56 dənə. Deməli, yuxarı istiqamətlənmiş 56 dənə üçbucaq var. Bəs aşağı istiqamətlənmiş üçbucaqlardan hansıları götürəcəyik? Əlbəttə ki, kres qoyduqlarımı götürmürük, kres qoymadıqlarımı götürəcəyik. Yəni, bunu götürmürük, bunu götürmürük, yerdə qalanları götürəcəyik. 15-i, 6-nı və 1-i. O, niyə görə götürüb götürmədiyimizdə izah elədim ki, yəni, nəyə görə lazımsızdır. Deməli, olur 1, 6, 7, üstünə də 15 yerində olur 22. Toplasaq olacaq 78. Deməli, 6 mərtəbəli olarsa, buradakı müxtəlif formatlı və müxtəlif istiqamətli üçbucaqların sayı 78 ədəd olmalıdır. Bəs bunu necə yazırıq? Baxın, diqqətlə fikir versəz, indi yanaşmamız, yəni qısaltmamız nədir? İndi qısa qaydadan danışırıq. Qısaltmamız odur ki, birinci sayları yazdıq. Yəni, biraz qaldıraq bunu yuxarı. Birinci mərtəbələrə görə sayları yazdım. Birinci mərtəbədə 1, ikinci mərtəbədə 3, üçüncü mərtəbədə 6, dördüncü mərtəbədə deməli 10 dənə, beşinci mərtəbədə 15, altıncı mərtəbədə 21. Bunu yazdıq. Sonra gördünüz ki, bu ağız yuxarı olanların sayıdır. Ağız aşağı olanların sayı isə qırmızılar dedik ki, həmişə bir vahid az olur. Və ağız aşağı və ağız yuxarı olan üçbucaqların sayı eyni qaydanın hesabı, eyni düsturla hesablandığına görə onda belə çıxır ki, bunları hamısını belə sürüşdürürük. Hamısını bir vahid sürüşdürmək lazımdır sola. Yəni, onda belə çıxır ki, ağız aşağı 6 mərtəbəli olmayacaq. Ağız aşağı olan 5 mərtəbə olacaq. 5 mərtəbənin sayı olacaq 15. Sonra 4 mərtəbəlilərin sayı 10. 3 mərtəbəlilərin sayı 6. 2 mərtəbəlilərin sayı 3. 1 mərtəbəlilərin sayı da 1 dənə. Bunu belə yazdıq. Və gördünüz ki, sondan əvvələ baxsaq, biri var, biri yoxdur. Biri var, biri yoxdur, biri var. Yəni, var-yox qaydasına. Ona görə də siz bunu götürürsünüz, bunu götürmürsünüz. Bunu götürürsünüz, bunu götürmürsünüz. Və bunu da götürürsünüz. Və indi götürəcəyim bütün ədədləri toplayacaq, olacaq bizim üçbucaqların sayı. Yəni, 1, 3, 6, 10, 15, 21. Zaten bunlar yuxarı istiqamətlənib, yəni hamısını saymalıyıq. Sayırıq ki, cəmi oldu 56 dənə. Və aşağı istiqamətlərdən bizə lazım olanlar 15, 6 və 1. Bunların da cəmi 22. Toplayırıq 78. İndi bunu başqa biri üçün tətbiq eləsək, məsələn, indi mənim yuxarıda göstərdiyim nümunə üçün 5 mərtəbəlilər üçün göstərsək nə olacaq? Azalda da bilərsiniz və yaxud da çoxalda da bilərsiniz. İndi 5 mərtəbə üçün tətbiq eləsək, birinci mərtəbədə olacaq 1 dənə, ikinci mərtəbədə 3 dənə, üçüncü mərtəbədə olacaq 6 dənə, dördüncü mərtəbədə olacaq 10 dənə, beşinci mərtəbədə olacaq 15 dənə. İndi bir addım sağa sürüşdürüb yazırıq. Olacaq 1, 3, 6, 10. İndi aşağıdakı yazdığım mərtəbə, bunlar aşağı istiqamətlənmişlərdir, bu da yuxarı istiqamətlənmişlərdir. O, var-yox qaydasını tətbiq edilir. Deməli, var, yox, var, yox. Vəssalam. Deməli, bunu götürmürük, bunu götürməyəcək. Yerdə qalan digər ədədləri toplayırıq, olur bizim cavabımız. 1, 3, 6, 10, 20, bu da 15 gəlsək, yuxarı istiqamətlənmiş 35 dənə üçbucaq var. Aşağı istiqamətlənmiş üçbucaqların sayı isə 3 dənə 10-un cəmi 10, 3 dənə üçbucaq var. Toplam cəm olacaq 48 dənə, deməli orada üçbucaq var imiş. Belə, yoldaşlar, qaydanı tətbiq edərək müxtəlif mərtəbəli üçbucaqlarda sayıb, yəni təkmilləşdirə bilərsiniz özünüz üçün qaydanı ki, imtahanda daha operativ şəkildə tətbiq edə bilərsiniz, yəni çaşmadan və yaxud da ki, yadınızdan da çıxmasın. Belə, qayda ilə bağlı başa düşməyədiyiniz hər hansısa bir hissə varsa, videonu rəsmi YouTube səhifəsinə yerləşdirəcəm. Orada rəy bölməsində iradlarınızı və yaxud da ki, başa düşmədiyiniz hissələrinizi qeyd edə bilərsiniz. Sizə xoş seyirlər.